İnsanda kimi heyvanlarda da qohum fərdləri arasında cütləşmə baş verəndə xəstə balalar meydana gələ bilir. Buna elmdə inbreeding deyirlər. Bunun əsas səbəbi heyvanların genomunda ümumiyyətlə zərərli genlər vardır. Əsasən resessiv genlər vardır ki, bunlar tək qalanda hər hansı bir xəstəlik törətmir. Lakin nə zaman qohum fərdlər bir-birinə cütləşir, həmin genlərin qarşı-qarşıya gəlmə ehtimalı artır və bu zaman müxtəlif xəstəliklər meydana gəlir. Məsələn, zəif immunitet, karlıq, korluq, sümük zəifliyi, əzələ zəifliyi, bundan əlavə balaların qısır olması. İnsanlarda əsasən bunun qarşısını etik və hüquqi formada ala bilirlər. Heyvanlarda da müxtəlif metodlar vardır ki, inbreedingə qarşı mexanizm vardır ki, yəni inbreedingdən qaçınmada. Məsələn, aslan ailələrində erkək balalar biraz böyüdükdən sonra qovulur. Çünki öz bacıları ilə cütləşməsin deyədir. Bundan başqa instinktiv olaraq yaxın fərdlər iyidən bir-birini tanıdığı üçün bir-biri ilə cütləşmirlər. Hətta populyasiyası zəifləmiş, məsələn, çitalar var ki, fikir versək də hamısı yüksək səviyyədə bir-birinə oxşuyur. Bunun səbəbi həmin çitalar qohum fərdləri ilə cütləşir. Buna görə həmin çitaların immuniteti zəifdir. Yəni hər hansı bir xəstəlik baş versə, bütün çitaların soyu tükənə bilər.